Bugün bir hadisə başıma gəldi və ölkədə niyə çoxunun maşın sürə bilmədiyinin məhz əyani sübut oldu bu mənim üçün. Ona görə buradan istəyirəm qeyd edeyim, aidiyyəti qurumlarda görsün və onlara səslənirəm ki, belə şeylərdə diqqətli olaq. Deməli, bir təlim maşını düşünün, xanım sürücü oturub və yanında da təlimçi. Baş yola çıxır, xanım telefonla oynaya-oynaya bildiyiniz təlimçinin yanında baş yola çıxdı. Nəysə dedim, lənət sənə kör şeytan. Əsəbləşmişdim, nəyə görə? Çünki sən təlimçisən və müdaxilə eləməlisən ki, telefonu birincisi qoy qırağa. Və yenə də telefonla oynaya-oynaya baş yola çıxmağına baxmayaraq mən siqnal verdim ki, bəs bir qabağa bax arada. Motosiklet sürməyin ən böyük üstünlüyü odur ki, mən onu rahat şəkildə öz güzgüsündən görə bilirəm yəni içərisini. Və bilirəm ki, o nə işlə məşğuldur. İstədim yaxınlaşam, əfsuslar olsun ki, maşınlar elə sıx idi ki, yaxınlaşmaq da mümkün deyildi. Və yenə də gəldik qırmızı işıqda dayandıq və xanım başladı telefonla oynamağa. Mən çox əsəbləşirəm ki, yanındakı təlimçi demir ki, sən təlim öyrənən şəxssən, sən niyə telefonla oynayırsan? Yəni bu həqiqətən də adamı dəli eləyən bir şeydir. Yəni bu insan əgər balansdan, ilk təməldən sən buna telefonla oynamağı əgər bir limitləmirsənsə və demirsən ki, maşın sürəndə telefonla oynamaq olmaz, demək ki, sən təlimçi deyilsən. Bu gün məncə ölkənin ən böyük problemlərindən biri məhz hər yerindən duranın təlimçi olmasıdır. Mən fikirləşirəm ki, buna bilmirəm, Daxili İşlər Nazirliyi mi, yoxsa hansısa qurum baxır, nəzarət edirsə, bunların nəzarətini tamamilə artırmaq lazımdır. Bunlar hardan gəldi, necə gəldi, göbələk kimi bitirib çıxıblar. Bütün günü bizim qaldığımız ərazidə belə 50 dənə, 60 dənə təlimçi təlim keçir. Yaşayış kompleksində təlim keçən bir təlimçidən necə təlimçilik görmək olar ki, mən tam olaraq anlamıram. Ona görə bu təlimçilərə nəzarət edən hansısa qurumdursa, mütləq onlara nəzarət etməlidir. Onların müvafiq zamanlarda monitorinqlər aparmaq lazımdır. Bu təlimçiləri özlərini sınağa çəkmək lazımdır. Çünki onlar təlim keçəcək səviyyədə təlimçilik bacarıqlarına malik deyillər. Bugün hərəsi bir kamikaze yetişdirir. Yolda diqqətsiz sürücü yetişdirir. Yanında telefonla oynayır, sən təlimçisən. Sən deməlisən ki, sən niyə telefonla oynayırsan? Telefonla oynamaq olmaz. Diqqətini yola ver. Sola dönməlidir. Dönmə işığı yandırmır. Mən də elə bilirəm ki, düz gedəcək. Bir də belə çəkdi yenə sola. Yenə çünki telefonla oynaya-oynaya yanındakı təlimçi də nə işlə məşğuldur bilmirəm. Yəni belə təlimçiləri ümumiyyətlə tapıb lisenziyalarını ləğv etdirmək lazımdır. Əgər lisenziyalılarsa, ümumiyyətlə əgər almırlarsa da heç onlara bir nəzarət olmalıdır. Dövlət bir nəzarət eləməlidir ki, hər yerindən duran təlimçi olmamalıdır. Çünki onlar sabah birisi şəhərdə qəza törədilər, insanların ölümlərinə səbəb olurlar. Yəni bu məncə ölkənin ən böyük problemlərindən biridir. Bu intixacların yaranma səbəblərindən biri də budur. Sürə bilən də, sürə bilməyən də gedir 5 manat, 10 manat təlimçiyə pul verir ki, mən sizə sürətdə öyrədəcəm. Xahiş edirəm, heç olmasa təlimçiləri bir araşdırın. Peşəkar təlimçilərin yanında təlim alın. Mən təlim reklamı eləmirəm və yaxud da nəsə eləmirəm. Gedin istədiyiniz təlimçinin yanında təlim alın, amma bilin ki, o təlimçi həqiqətən də sizin gələcəyinizi düşünür. O pulunu düşünmür, o gələcəyinizi və peşəkar sürücü olmağınızı düşünür.